Vətəndaşla Ağdam rayon icra hakimiyyəti arasında mübahisə durmadan böyüyür. Ağdam rayon Çullu kənd sakini İsmailov Vəli Aloğlu Ağdam rayon icra hakimiyyətinin kanalımıza verdiyi açıqlamaya etiraz olaraq yenidən çıxış edərək Media TV-nin efirində yayımlanmasını istəmişdir. Vətəndaşın müraciətini nəzərə alaraq etdiyi iddialara görə Ağdam rayon icra hakimiyyətinin sənəd dövriyyəsi vətəndaş müraciətləri və İnzibati İşlər şöbəsinin müdiri Əkbərov Zahid Sərdaroğlu ilə əlaqə saxladıq. Amma qarşı tərəf münasibət bildirmək istəmədi. Ağdam rayon Çullu kənd sakini İsmailov Vəli Aloğlu'nun sözügedən çıxışını olduğu kimi təqdim edirik. Ağdam rayon Məqsəd Ərazi Nümayəndəliyin Çullu kənd sakini İsmailov Vəli Aloğlu. Bir həftə bundan öncə sosial şəbəkəyə çıxmışam oğluma qarşı olan haqsızlıqlarla əlaqədar. Ona cavab olaraq Ağdam rayon icra hakimiyyətindən Media TV-yə mənim çıxışıma cavab olaraq bildiriblər ki, Ağdam rayonu rəhbərliyi tərəfindən 2018-ci ildə gəlmiş icra başçısı mənə ev veribdi. Xeyr. Media TV-yə yanlış məlumat verilib, yalan məlumat verilibdi. Bu əlimdə göstərdiyim sənəd evin sənədidir. İsmailov Ali Camaloğlu adına, atamın adına alınıb 2015-ci ildə. 2015-ci ildə Raquf Mamedov idi icra başçısı. Xıdırı kəndindən olan Ağdamlı. Vaqif Həsənov 2018-ci ildə gəlibdi. Bu yanlış məlumatlar, yalan məlumatları verməyi bəsdirin. Bu kanalları, bu vətəndaşları çaşbaş salmayın. Mən bilmirəm, bəlkə də mənə ev vermişsiniz. Mənim məlumatım yoxdur. Bəlkə də mənim oğluma ev vermişsiniz. Mənim məlumatım yoxdur. Elə bir məlumatı mən bu Media TV vasitəsilə eşitmişəm. Mənə cavab olaraq verilibdi. Amma çox hörmətli Vaqif müəllim, sizin o qədər malınız, mülkünüz var ki, sayın hesabını itirmişsiniz. Heç bilmirsiniz, harada nəyiniz var. İndi mən aydını gətirəcəm, mərhələli şəkildə sizin nələriniz var. Amma mənim bu evdən başqa heç nəyim yoxdur. Dövlət tərəfindən tikilsə də 2010-cu ildə vətəndaşlara verilsə də, mən bu evi 2015-ci ildə almışam. Hal-hazırda aldığım adam da vətəndaş da uzaqda deyil, yaxında yaşayır. Lazım olsa onu da dindirərsiniz. Mənim də bu evim əgər sizin üçün maraqlıdırsa, ya aidiyyatı qurumlar tərəfindən maraqlıdırsa, araşdırırsın. Mənim heç halda bir başqa evim yoxdur. Nə də heç bir başqa bir gəlir mənbəyim, ya mənim, ya oğlumun yoxdur. Mən özüm üçün heç nə də istəməmişəm. Orada deyirlər ki, Vəli özü üçün istəyir Ağdam rayonundan ev. Xeyr. Bu da yanlış məlumatdır. Mən oğlum üçün nə istəmişəm? 2-ci Qarabağ müharibəsində sağlamlığı itirmiş, vətən uğrunda, torpaq uğrunda oğlum üçün istəmişəm. Yenə də tələb edirəm, yenə də xahiş edirəm. Bir məlumatda verirlər ki, Vaqif Həsənov oğlum işinə təmin etdirib. Mən bilmirdim. Bu kanala onlar cavab verəndən sonra bilmişəm ki, Təhsil Nazirliyində Vaqif Həsənovun tabeliyindəymiş. Mənim oğluma ali təhsilli olduğu üçün Təhsil Nazirliyi veribdi o işi. Vaqif Həsənov verməyibdi. Başqa hansı işi deyir, mən bilmirəm. Belə yaxşı olardı ki, elə dövlətimizin başçısı ona verdiyi tapşırıqları yaxşı xatırlasın. Vətəndaşlara doğru desin, doğru yol göstərsin. Ayrı çəkilib qoymasın. Bir də növbəti mərhələdə onun harada nə varsa, yəqin ki, mərhələli şəkildə göstəriləcək o. Bu kanallara göstəriləcək, amma olan şey olduğu kimi. Mən haqqına haqqı verməmişəm, vermirəm. Mən həmişə haqq tərəf olmuşam. Çox sağ olun, var olun. Bu sənətin də yəqin ki, şəkili bütün kanalda geri çıxacaqdır. Mənim evimin sənəti budur. Oturduğum, yaşadığım ev budur. Bu evdir. Çox sağ olun, var olun.